Burnumdan qar atıldı, hirsləndim. Getdim poliklinikaya, yazdılar, ürəyimi şeylədilər. Dedilər, yaxşı ki, beynimə sızmayıb. Sonra təyinatdan göndərdilər məni bura. Elman bəyin kürəkəniyəm. Elman bəyin də ürək probleminə görə 2 damar tutulması var idi. Gətirdik Sentral Hospitala. Elçin İsmailov doktorumuz sağ olsun anjiyo elədi. Anjiyo elədikdən sonra əməliyyat alındı, açıq ürək əməliyyatı olundu. 2-3 günə də çıxacam, gedirəm evə. Günlərcə evə çıxıram. İnşallah hamının yastığı yüngül olsun. Personala minnətdaram. Yaxşı qulluq elədilər. Yaxşı həkimləri, tibbacıları yaxşı qulluq edirlər. Vaxtında çay, suyu, dərmanı, sistemi, hər bir şey vaxtında olurdu, saatla. Necə deyirlər, həyat davam edir. Şükür Allah ki, hər şey qaydasındadır. Yenə də çox razıyıq xidmətlərindən, göstərilən səviyyədən. Hər şeyə Sentral Hospitala təşəkkürlüyümüzü bildiririk.